Hər çağınız uğurlu olsun. Qonaq otağı verilişini izləyirsiniz. Verilişimizin bugünkü ziyalı qonağı uzun illər tarix müəllimi kimi çalışan, hazırda təqaüddə olan ziyalı Hidran Qurbanovdur. Xoş gəlmişsiniz Hidran müəllim. Təşəkkür edirik. Dəvətimizi qəbul elədiniz. Bugün verilişimizə qatılmışsınız. Buna görə sizə təşəkkür edirik. Çox sağ olun, dəvətə görə sağ olun. Hidran müəllim, uzun illərdir ki, tarixçi kimi fəaliyyət göstərmişsiniz, tarix müəllimi kimi çalışmışsınız. İndi də biraz sizin ömür yolunuza nəzər salaq. Hidran Qurbanov, dediyiniz kimi, hazırda müəllim, təqaüddə olan müəllimdir. Zərdabı qəsəbəsində və əvvəllər dərs dediyim yerlə hamısı məni müəllim kimi tanıyır. Mən 1954-cü ildə Quba rayonunun Amsay kəndində dünyaya gəlmişəm. Hamısı kimi orta məktəbi oxumuşam və 71-ci ildə orta məktəbi qurtaran ili o vaxt ki Lenin adına, indi Toys adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinə qəbul olmuşam və 1975-ci ildə oranı bitirdim. Təyinatla, o vaxt təyinat verirdilər. Təyinatla Qubanın Maarif şöbəsinə gəldim. Buradan da məni rayonun Talabışlar kənd orta məktəbinə ixtisaslı üzrə tarix müəllimi göndərdilər. 2-3 il işləyəndən sonra orada mən irəli çəkildim təşkilatçı müavin vəzifəsinə. Talabışlar kənd orta məktəbində mən 5 il işləmişəm. Ondan sonra mən Qubanın Zərdabı qəsəbəsində yerləşən 157 nömrəli texnik peşə məktəbinə direktor müavini təyin olmuşam və 1991-ci ildən isə həmin qəsəbədəki tam orta məktəbə tarix müəllimi kimi işləməyə başlamışam. Bəs Hidran müəllim necə bir ailədə dünyaya göz atıb? Valideynlərinizi necə xatırlayırsınız? Mən valideynlərimi İlk növbədə nəyə nail olmuşamsa anama borcluyam. Anam 2003-cü ildə rəhmətə gedib. Allah rəhmət etsin. O bizi, məni, 2 qardaşımı, bir bacımı zəhməti ilə böyütdü. Mən kiçik yaşlarımdan atasız böyümüşəm. Və nə nail olmuşamsa yenə deyirəm, anama borcluyam. O tək başına bizim dördümüzü də boya-boya çatdırdı. Mənimlə böyük qardaşım Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirdi. Bu da məndən sonra. Bacım Şamaxı Tibb Texnikumunu bitirib. Sumqayıtda yaşayır. Kiçik qardaşım isə o da yaxşı oxuyurdu, amma nədənsə məktəbə qəbul ola bilmədi. Hazırda Rusiyada yaşayır. Tez-tez əlaqə saxlayır. Hidran müəllim, bəs sizə tarixi sevdirən nə oldu? Düzü, tarixi sevdirən bizim bir qonşumuz vardı. Allah ona rəhmət eləsin, Hacı Baba müəllim. O, bir də hələ mənim böyük qardaşım, Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirən Erman Qurbanov, böyük qardaşım, o da tarixi çox istəyir. Mən də ona baxıb, mən də tarixi çox istədim. Və bu cür meylimiz bu cür tarixə oldu. Heç də peşman olmadım. Mən o seçdiyim ixtisasla fəxirliyirəm, öyünürəm, çox xoşuma gəlir. Bəs, baxın, uzun illərdir ki, tarix sahəsində çalışmışsınız. Tarixi də dediyiniz kimi sevirsiniz. Yəni, vərək-vərək tarixin hər dönəmini vərəkləmişsiniz. Bəs sizin özünüzə şəxsən tarixin hansı dönəmi daha maraqlıdır? Bax, bu sual bugün günün suallarından birisidir. Mən düzün desəm, mənim üçün ən maraqlı sahə 20-ci əsrin Azərbaycan tarixidir. 20-ci əsrdə Azərbaycan tarixi çox mürəkkəb, kəşməkeşli olub. Azərbaycan Xalq Cəmiyyətinin yaranması və onun öyrənilməsi, o tarixə öyrənilməsi mənim üçün əsasdır. Mən bir şey, haşiyə çıxmaq istəyirəm. Ali məktəbdə oxuyan zaman
Sovet dönemi olduğuna görə Azərbaycan Xalq Cümhuriyyəti barəsində üstü-örtülü Bəli. məlumat verilirdi. O tarixi biz demək olar ki, öyrənmirdik, öyrətmirdilər. Amma biz özümüz kitablardan araşdırmalar zamanı gördük belə bir cümhuriyyət olub. Məmməd Əmin Rəsulzadə kimi, Fətəli xan Xoyuz kimi, Rəsibə Yusufbəyli kimi çox böyük şəxsiyyətlər olub Azərbaycan tarixində, həmin xalq cümhuriyyəti dövründə. Və Azərbaycan müstəqillik əldə edəndən sonra 91-ci ildə həmin tarixi dönəm, yəni o xalq cümhuriyyəti dövrü təzədən öyrənilməyə, ortaya atılmağa başlandı və təkcə mən yox, bütün demokratik ziyalı hamısı həmin tarixi öyrəndilər. Bildilər ki, bizim belə bir tarixi dövrümüz olub. Həm də 91-ci ildə biz müstəqil olduq, müstəqil dövlət olduq. Beləliklə bizim də deyirlər, bayraqlar içərisində bizim bayrağımız ucalmağa başladı. Biz də dövlətçiliyimizlə fəxr eləməyə başladıq. Belə məncə 20-ci əsr daha çox önəmlidir. Baxın, Hidran müəllim, vurğuladığınız tarixin hansı dönəmi sizin üçün daha önəmlidir, daha çox sevirsiniz? Bəs yaşamınızın hansı dönəmi sizin üçün daha qiymətlidir? Hə, bax, bu da bir qədər düşünməyə dəyər. Mənə belə gəlir ki, elə Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə edəndən sonra, 1991-ci ildən sonra, ondan sonraki mənim həyatım daha maraqlı oldu. Daha fəxrli həyat oldu. Mən fəxr eləməyə başladım ki, bizim müstəqil respublikamız var, müstəqil dövlətimiz var. Bizi, Azərbaycanı tədricən dünya tanımağa başladı və o proses bugün də davam edir. Yəni bu dövr 90-cı illər və ondan sonraki müəyyən dövr mənim həyatımda əhəmiyyətli rol oynayır. Hidran müəllim, tarixi yaxşı mənimsəməyə, yadda saxlamaq üçün bir müəllim kimi, bir pedaqoq kimi sizin hansı üsullarınız var? Ki, yəni şagirdlərinizə məsləhət verirsiniz, önərirsiniz ki, tarixi belə oxusaz, belə öyrənsəz daha çox yadda qalar. İndi bu məsələ ilə hərənin öz baxışı var. Bugün hər hansı bir elm sahəsini müəllimlər, öyrətənlər hamısı öz üsulları ilə, müxtəlif yollarla öyrədir. Mən bir dənə söz deyim sizə, yəni bizim dövrümüzdə məsələn repetitoru yox idi. Mən tarix kitablarının, Azərbaycan dili, ədəbiyyat kitablarının, xarici dil, Alman dilindən imtihanı, onları yığırdım yanıma, plan qoyurdum özümə ki, gündə hər kitabı yarıya qədər oxuyacağım. O yarıya qədər, kitabı yarıya qədər oxumasam, evdən bayra çıxmırdım, ayağı durmurdum. Ali məktəbə hazırlaşan dövrdə. Evet. Yarım kitab, hər hansı kitabın yarıya qədər mən oxumalıydım. Belə oxumaq var, belə nağıl oxuysan, əsər oxuysan, yox. Bu düşünə-düşünə. Beynimdə onu analiz eləyə-eləyə oxuyurdum. Yarım kitab mənim planım idi. Mən belə öyrəndim. İndi isə başqa cürdür. İndi yenə də bizim bir müəllimimiz vardı, Allah'ın rəhmət eləsin. O deyirdi ki, nəyəsə elm sahəsində nail olmaq üçün ilk növbədə oturacağı özü möhkəm yapışdırası gerək. O oturacaqdan saatlarla durmayasan gerək. Oturacaqdan yapışdır, belə də deyirdi. Özünü yapışdır oturacağa, ayağa qalxma. Əgər buna iradən çatsa, buna gücün çatsa, sən o sahədə neysə nail olacaqsan. Və görürəm ki, çox sonra doğrudan da deyilən söz necə həqiqidir. Çox düzgündür. Yəni insan birinci növbədə möhkəm iradəyə malik olmalıdır ki, o iradə onda deməlidir ki, sən bu işə nail olacaqsan. Və bəli, otur,
3 saat, 4 saat, çöldə nə olur olsun, sənə aid olmayan. Ayağa durma, baxma, diqqətini yayındırma. Ancaq həmin sahənə məşğul ol. Bir də ki, mən vallahi yadımdan çıxıb, fikrimdən çıxıb, hansı bir xarici ölkələrdən bir professor öz köməkçisi ilə söhbət eləyən zaman cavan olan nə eləmişsən? Hə, oxumuşam professor. Cavan olan nə eləmişsən? Filan işi gördüm professor. Filan eləmişsən. Hər bir ki, professor bunu tərifləyəcək. Hə, Sərdar köməkçi. Qayda buna deyək. Bəs sən nə vaxt istirahət edirsən? Fikirləyirsiniz? Bəs istirahət nə vaxt edirsən? Deməli, istirahət edirsən. Onu uzlaşdırmaq lazımdır. Bəli. Yəni, istirahətin də öz yeri var. O saatlarla oturub həmin elm sahəsilə məşğul olmağın da. Mən yenə deyirəm, ilk növbədə möhkəm iradə. Təbii ki, indi çox müasir elm o qədər inkişaf edib ki, o internet, kompüter, nə bilim, onlarla şagirdlər testlər, cürbəcür testlər, gündə yüzlərlə, minlərlə test edən şagirdlər var. Müəllim yanına, repetitor yanına gedən şagirdlər var. Onlar da oxuyurlar, öyrənirlər. Amma bütün hallarda şagirdin, o abituriyentin öz gücünə olmalıdır hər şey. Müəllim ancaq istiqamət verir, yol göstərir. Baxın, həm istirahətdən danışdınız, həm də oxumaqdan. Son günlərdə artıq dəb halını alıb, tarixi filmlər də çox çəkilir. Necə ki, tarixi ədəbiyyat da geniş yayılıb. Sizcə istər tarixi filmlər olsun, istər tarixi romanlar olsun, bu incəsənət nümunələri nə qədər tarixə, gerçək tarixə söykənir? Bilirsinizmi, çox təəssüflər olsun ki, indiki gənclik o telefonun, internetin əsrinə çevrilir. Onlar bədii ədəbiyyat oxumaq istəmirlər. Bizim Azərbaycanda çox tarixi filmlər çəkilib, amma onların da gözəl də çəkilib. Onların, məsələn, bizim nəsil həmin filmlərdəki sözləri də zərb məsələ çevirib əzbərdən bilirik. Amma indi dəb düşüb, həmin filmləri tənqid edirlər. Onlar o vaxt belə çəkilməli idi. O Sovet dövrünə çəkilib, ideologiya başqa idi. Amma bütün onlarda həmin romanların səhnələşdirilməsi, ekranlaşdırılması bizim tariximizin bir parçasıdır. Dədə Qorquddan tutmuş axırıncı aşırma kimi, 7 oğul istəyirəmdən, uzaq sahillərdən, Babək, sonra bizim tarixi filmlərimiz, müharibə dövründən bəhs edən filmlər, Şərqli Çörək. Yəni, bunlarda tariximizin müəyyən hissələri bədii obrazlarla verilir, öyrədilir, aşlanır. Amma yenə deyirəm, çox təəssüf, bizim gənclik həmin kinolara baxmır. Mən müəllim işləyən dövrdə bir mövzu işlədim. Rayonda müsabiqə keçirilirdi. Ən yaxşı pedaqoji mühazirə, belə bir şey, əsər belə, təxminən belə bir şey idi. Mən tarixin öyrənilməsində filmlərin, əsərlərin, bədii əsərlərin rolu əlaqədar bir yazı işlədim. Qeyri-təvazökarlı olsa da rayonda birinci yeri verdilər mənə, fəxri fərman və s. Hətta Süleyman müəllim, o vaxt maarif müdiri idi, çağırdı mənə, dedi ki, nə istəyirsən? Həmin dövrdə hələ Sovet tezi dağılmışdı. 92-93-cü illər bəlkə də. Məktəblərdə parta, digər ləvazimat çatışmırdı. Mən də sinif rəhbər idim. Süleyman müəllimə xahiş edim ki, mənə bir dəst parta versin, sinif üçün. Təzə çıxmışdı partalar. O partaları dedi mənə, ged filan yerdən, deməm, indiki polu şöbəsində bir qədər yuxarıda qəşəng tərəfə bir bazılar var idi orada, ambar. Yəni, belə bir şey işlənmişdir, mən yazmışdım. Yəni, həmin tarixi öyrədən zaman dərslərdə həmin romanlardan,
həmin filmlərdən həmişə mən misal çəkirdim uşaqlara. O vaxtlar baxırdılar. Filmləri az da olsa baxırdı. Uşaqlar filan filmdə bax belə bu hadisə belə göstərir özünü. Filan yerdə belə əsərlər. Hə müəllim, elədir, hə, baxmışıq, görmüşük, xatırlayır. Gövşə yaratmışdım. Tarix gövşəsi yaratmışdım. Sinifdə idi, indi kabinet. Yaxşı o eksponatlar toplamışdım. Ən çox o saxsı qablar idi, mis qablar idi, hətta gümüş pullar idi, müxtəlif evlərdə işlənən müəyyən əşyalar idi. Onları həmişə göstərirdim dərs keçəndə. Dedim, baxın, bu duluzçuluq məmulasıdır, saxsı qab. Bu vaxt kesilən gümüş puldur. Bu, babalarımızın, nənələrimizin işlətdiyi mis mərcimeyidir və yaxud da digər cam var idi. Kəsa deyirlər ona. Bax, onları yığmışdı, onu eləmiş. Onlardan uşaqlara əyani şəkildə göstərdim. Yəni, həmin fənni onlara aşılamaq üçün da bir vasitə idi. Baxın, siz söhbət elədikcə, danışdıqca yəqin izləyicilərimiz də bir daha əmin olur ki, elə bir ziyalısınız ki, elə bir pedaqoqsuz ki, həmişə şəxsi mənafidən daha çox ümumi, məsələn, tələbələrinizin, şagirdlərinizin mənafi daha önəmli olub, daha önə çəkmişsiniz. Bəs sinifə ilk dəfə girdiyiniz günü necə xatırlayırsınız? 75-ci ildə, sentyabrın 1-i təbii ki, sinifə girdim. Və təbii ki, həyəcan öz yerində. Düzdür, indi bilmirəm, mən ali məktəbdə 3-cü kursada, 4-cü kursada oxuyanda hərisində 2 ay, yoxsa 1 ay pedaqoji təcrübə Bakı məktəblərində. O vaxt çox Bakı məktəblərində tələbənin gedib o dərs deməsi bir qədər çətindir. Biz o təcrübəni keçmişdik, yəni təcrübə vardı. Amma yenə də birinci il, birinci günlər dərsə gələndə, sinifə girəndə həyəcan var idi. Həyəcan vardı. Mən hələ fikirləşdim ki, qabağımda oturan o uşaqlar hər şey bilir. Məndən nöqsan tuta bilərlər, mənə nəsə deyirlər, amma yavaş-yavaş alışdım və gördüm ki, o uşaqlar hər şey bilmir, hər şey bilmək istəyir. Adətən orta məktəblərdə tarix müəllimləri digər müəllimlərdən fərqlənir. Bilirsiniz necə? Sanki daha çox ciddi olurlar. Şagirdlər daha çox tarix müəllimindən çəkinir. Məsələn, istər bu xanım müəllimlər olsun, istər də bəylər. Fərqi yoxdur. Tarixi tədris edən müəllimlərdən daha çox çəkinirlər. Yəni, mən deyərdim ki, hətta direktor qədər, məktəb rəhbərliyi qədər çəkinir. Sizcə bir pedaqoq kimi bunun səbəbi nədir, nədə görürsünüz? Mən sizinlə razılaşam, həqiqətən də elədir. İndi bəlkə də bütün tarix müəllimləri elə deyil, amma mən elə siz deyən kimi olmuşam. Bu elə bir fəndir ki, ictimai fəndir. Burada həqiqətən də digər müəllimlər də ciddi olmalıdır məktəbdə və mən bir tarix müəllimi kimi həqiqətən də ciddi olmuşam. Şagirdlər qorxmayıblar. Məndən təbii ki, çəkiniblər, ehtiyat ediblər. Amma mən çalışmışam ki, onlar mənə hörmətlə yanaşsınlar. Yəni, onları qoymamışam ki, yəni məndən qorxsunlar. Qaldı ki, məktəbdə, yəni müəllimlər arasında mənimlə işləyən müəllimlər hamısı qeyd edirlər ki, bəs İdran müəllim ciddidir, çox ciddidir. Nədə olmalıdır? Müəllim sinifdə də, müəllimlər otağında da, dəhlizdə də ciddi olmalıdır, nümunə olmalıdır. Bütün bayramlarda, əlamətlər günlərdə, hər hansı bütün, hamısında tarix müəllimi, İdran müəllim çıxış edirdi. Bütün bayramları keçilən zaman söz verilir İdran müəllimə, tarix müəllimi və o da bütün tarixi hadisələr barəsində, əlamətlər günlər barəsində geniş şəkildə
məlumat verir. Yəni böyük ictimaiyyətçi kimi, tarixçi kimi mən özümü hiss edirdim ki, mənim borcumdur bu işləri görmək. İdram müəllim dostluqda necə bir insandır? Valla mən dostluğa böyük qiymət verirəm. Mənim orta məktəbdə oxuduğum uşaq yoldaşlarımdan ikisi ilə möhkəm dostluq var, əlaqələr var. Birisi ilə bir yerdə oturmuşuq, bir yerdə oxumuşuq. Sonra birimiz Bakıda, birimiz Gəncədə oxumuşuq. İndi təsadüfdənmi, xoşbəxtlikdənmi yedim, ikimiz də Zərdabı qəsəbəsində yaşayırıq. Nə gözəl. O Faiq, mənim dostum, o da təqaüddədir. Uzun zaman elmi tədqiqat institutunda çalışıb. Və bir dənə haşiyə deyim, elə belə təsadüf dostluqla əlaqədar. Ali məktəbi qurtarmışdıq. O ancaq hələ oxuyurdu. O məndən bir gec qəbul olmuşdu Gəncədə. Bir qəsəbənin içi bir krempilin kostyumlar təzə çıxmışdı. Almışdım, mənim üçün almışdılar. Yuxuda gördüm ki, bu da, Faiq də həmin kostyumunu alıb. Səhər idi, belə saat 10 idi, 11 idi. Faiq tətilə gələn eynək, eşitdim ki, mən buradayım. Durub gələr bizim qapıya. İnanın ki, belə yerə yapışıb qaldım. Həmin kostyumdan bu da alıb. Yəni, yuxuda görmüşüm, bu da alıb, görüm ki, həmin kostyumdan o da gəldi. Yəni, mən belə bir təsadüf nadir hallarda olan şeydir. İdram müəllim, siz özünüzlə tək qalırsınızmı heç? Tək qalıram. Elə olanda özünüzə nə suallar verirsiniz? Birinci növbədə fikirləşəm ki, daha yaxşı olardı. Olmalıydı mənim üçün həyat. Amma həyatın müəyyən hissələri məndən asılı olmadan axıb gedirdi. Və deyirdim, ürəyimdə fikirləşəm ki, bax, o vaxt belə eləsəydim bu işi biraz başqa cür alınardı. Mənim üçün daha xoş olardı. Yəni, insan gəncliyində, müəyyən dövrdə səhvlər buraxmır. Yəni, elə adımlar atır ki, sonra görür ki, bu başqa cür, bu adım başqa cür atılmalıydı. Bəs sizdən məsləhət alan gənc müəllimlər olurmu ki, İdram müəllim, uzun illər siz tarix müəllimi kimi çalışmışsınız, nə önərirsiniz? Bilirsinizmi, bu sahəni təqaüdə çıxan müəllimdir, hamısı da gəlir, orta məktəbə gəlib cavan müəllimlər işləyir. Təbii ki, mənimlə məsləhətləşən nadir hallarda olur. Amma mən yeri gələndə sadəcə olaraq öz təcrübəmdən danışıram və bayaqki sözü kimi ciddi olmağı tövsiyə edirəm ki, ciddi olun. Uşaqlara deməli, bilikli olun, biliyi onlara öyrədin. Nə qədər siz biliklə, elm verməklə məşğul olsanız, hörmətiniz olacaq, eyni zamanda məktəbdə ictimaiyyət arasında sizi hamı sevəcək. Bəs İdram müəllim nəyi bağışlaması heç vaxt? Yəni, ondan ötürü bu bağışlanmaz bir şey olar. Mənim həmişə evdə də mən həyat yoldaşım ədəbiyyat müəllimi. O da təqaüddədir. Həmişə məni danlayır ki, sən balaca uşağa da inanırsan. Həqiqətən, mən çox sadəli insanım. Bir balaca uşaq gəlir mənə bu belədir, dərhal inanıram. Hamısını öz ürəyim kimi qəbul edirəm ki, mən neyimsə o da hələ yəqin. Amma sonra məlum olur ki, nə qədər mən yanılmışam. İndi sizin sualınızın cavabı kimi, yəni burada mənim xoşum gəlməyən yaltaqlıqdır.
ən xoşlamadığım yaltaqlıqdır, yalandır. Bunları mən heç xoşlamıram, heç sevmirəm. Həmin adamları ümumiyyətlə görən gözüm yoxdur. Ailədə, övladlarınızdan, baxın, qeyd elədiniz ki, xanınız da pedaqoji sahəsində çalışıb. Siz də uzun illər... Yoldaşım Ələskərova Bahar Əbdülbaha qızı, o kişidən adam olub və biz ailə qurmuşuq. O da uzun müddət işlədi. Bir yerdə Çin-Çinə işləmiş Zərdabi Qəsrə tam orta məktəbində. O da təqaüdə çıxdı, indi oturub. Bir qızımız var. O da Pedaqoji Universitetin Quba filialını, psixologiya fakültəsini bitirib. Hazırda Xaçmaz şəhərində ailəlidir, oraya köçüb. Zərifə Əliyevna məktəb liseydə, 8 məktəb liseydə psixoloq, ixtisasıca psixoloq işləyir. 2 nəvəmiz var. Allah hamısınkini saxlasın. Birisi 5 yaşı var, birisi 2-ci sinifdə oxuyur həmin məktəbdə. Baxın, Hidran müəllim, yavaş-yavaş verilişin sonuna yaxınlaşırıq. Sona doğru efirimizdən istifadə edib gənclərə çatdırmaq istədiyiniz nə tövsiyələriniz var, nə önəriləriniz var? Mən deyirəm, bugünkü gənclik mənim dövrümlük gənclikdən çox irəlidədir. Çox-çox. İntellektual səviyyəsinə görə, bacarığına görə, qabiliyyətinə görə həyat inkişafdadır, inkişaf edir. Mən bir ilk növbədə onlara tövsiyəm odur ki, bacarıqlarından, qabiliyyətlərindən, biliklərindən səmərəli istifadə eləsinlər. Cəmiyyətin xeyrinə istifadə eləsinlər. Daha o bilikdən kimisə kartından pul çıxarmaq üçün yox, başqa-başqa əməllər üçün yox, ancaq səmərəli iş üçün, xalq üçün, cəmiyyət üçün istifadə eləsinlər. Bax, ilk növbədə gənclik bundan yaxşı şey var dünyada? Yoxdur. Gənclik böyük bir neymətdir. Və gənclər o telefonda çox aid olmasınlar. Elmlə məşğul olsunlar. Həyatda öz yerlərini tapsınlar. İdmanı sevsinlər. Vətəni sevsinlər. Vətənpərvər olsunlar. Bax, indi Azərbaycan Respublikamız elə bir dönəmdə yaşayır ki, hər tərəfdən düşmənlər üstümüzə cumhur, bizə qarşı müxtəlif təxribatlar törətməyə çalışır. Bax, bizim gənclər bunlara qarşı olmalıdır, sərvaxt olmalıdır, hər vaxt ayıq olmalıdır, vətəni müdafiə eləməyə daima hazır olmalıdır. Son olaraq istəyirəm bir məsələyə də aydınlıq gətirək. İnformasiya texnologiyalar dediniz. Vurğuladınız ki, gənclər informasiya texnologiyalarla daha çox məşğul olurlar. Və bu, istər internetdə, istər müxtəlif vasitələrdə yanlış, doğru informasiyalar var. Məsələn, deyək ki, bir gənc hansısa bir məsələ ilə bağlı bir araşdırma etmək istəyir. O yanlışı doğrudan ayırmaqdan ötürü nələr etməlidir ilk növbədə? Və informasiyanı aldığı kimi qəbul eləməyib araşdırmaq üçün hansı yollar var? Vallahi bu sahə üzrə düzü onu aydınlaşmaq üçün ayrıca mütəxəssislər var. Amma mən bir şey deyim ki, yəni biz o müəyyən elm sahəsi ilə məşğul olanda və yaxud da o texnologiya, informasiya texnologiya analiz eləyəndə ona göz yumulu baxmamalıyıq. Körtə bir şey yanaşmamalıyıq. Atalar deyib 100 ölç, 1 biç. Yəni o mənbəni yoxlamaq üçün, düzgün, həqiqi ortaya çıxarmaq üçün başqa mənbələrdən də istifadə etmək lazımdır. Yəni orada elə məsələlər yerləşdirilir ki, o internet saytlarında az-çox məlumat olan insan o da bilir ki, burada nəsə yalan var, təxribat var, inandırıcı deyil. Yəni, müəyyən qədər dünya baxışı olan, dünya görüşü olan onu hiss edir. Və dərhal başqa bir mənbəyə müraciət etməlidir ki, bu burada belə yazılıb. Görürsən, burada necədir? Həqiqəti aşkarlamaq üçün müxtəlif yollar var da. Yəni, budur.
Yəni körkələrə baxış olmamalıdır. Çox sağ olun, təşəkkür edirik ki, bugün verilişimizə qatıldınız. Çox xoş oldu bizə. Sağ olun. Mən də dəvətə görə sizə təşəkkür edirəm. Bütün sizin əməkdaşlara gələcək işlərdə uğurlar arzulayıram. Çox sağ olun. Belə dəyərli izləyicilər, daha bir verilişimizin sonuna gəldik. Xatırladım ki, verilişimizin qonağı tarixçi pedaqoq Hidran Qurbanov idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə hələlik.